Əziz bilgələr, əziz dostlar, əziz şagirdlər, əziz müəllimlər, əziz yekunda izləyicilər, hamınızı salamlayıram. Nuranə deyir ki, salam videonu çəkirsiniz, amma məni cəmaatı salamlamırsınız. İndi biz dərsimizin ikinci hissəsində, dostlar, iqtisadi tədbirlər dərsindəyik bu dəfə. İqtisadi tədbirlər içərisində onu deyirik ki, Azərbaycan Sovetləşəndən sonra, yuxarıda da qeyd elədiyim 20-21-ci illərdə xüsusilə, ümumilikdə bizdə iqtisadiyyat sahəsində 3 dənə dəyişmə olubdur. Bu dərsdə onun ikisindən söhbət edəcəm, biri qalacaq gələn dərsə. Birinci danışacağımız dərs nədir? 20-21-ci illərdə həyata keçirilmiş hərbi kommunizmdir. Hərbi kommunizm ümumiyyətlə 20-ci ilin yayında tətbiq olunubdur. Hərbi kommunizmin mahiyyəti nə idi? Ruslar indi deyirlər ki, güya siz burada yeyib-içib şişələnirsiniz, amma şəhərlərdə bizim fəhlə qardaşlarımız acından ölür. Ona görə təcili surətdə onlara taxıl aparmalıyıq. Və bu məqsədlə əlimizdəki qalan taxılımızı qəsb edirlər, alırlar əlimizdən. Yəni məqsəd isə nə idi? O dövrdə Rusiyanın daxilində bir vətəndaş müharibəsi var idi. Ağlarla qırmızılar, ağ qan qırmızı qanı yeyirdi. Nəysə bu xərçəng xəstəliyin axırında elə oldu ki, bizim taxılımızın hesabına qırmızı qan qalib gəldi və ağların qələbəsi yarımçıq qaldı və qırmızı qan sonra da başladı bizi yeməyə. İndi bu hərbi kommunizm siyasətində bağlı 2-3 dənə tədbir var. Məsələn, birinci növbədə avqustunda, diqqətlə qulaq asın, burada 2 dənə cümlə var. O cümlə olduğu kimi düşür, mən testdə görmüşəm. Cümlənin biridir, 20-nin avqustunda taxıl ticarətini qadağan edən qanun qəbul edilmişdi. Yaxud taxıl ticarətini inhisara alan, dövlət inhisarına alan qanun qəbul olmuşdu. Və bunun nəticəsində Azərbaycanda bunun nəticəsində taxıl artıq qalan hissəsi dövlət tərəfindən qəsb olunur. Xüsusilə bunun üçün deyir komissiyalar, zadlar yaratmışdılar, fəhlə komissiyaları. Gəlib cəmaatın taxılın hesab kitab edirdilər, gördülər ki, artıq qalır, bunu tez ucuz qiymətə qapazlayırlar. Və 20-ci ilin hardasa sentyabr ayında 2 dənə yeni olur. Bir ərzaq sapalağı olur, bu mənim dediyim idi indi. Məhsulun artıq qalan hissəsinin məcburi surətdə və ucuz qiymətə dövlətə satılması. İkincisi isə ümumi icbari əmək mükəlləfiyyəti təmin olunur. 20-21-ci illəri əhatə edir bu hadisələr. Bizim taxılımızın hesabına bu SSR-i Bolşeviklər deyək. Onlara adı olsun Bolşevik. Bizim taxılımızın hesabına qalib gəlirlər. Amma elə olur ki, bizim cəmaat taxıl istehsal etməyə maraq göstərmir. Kim göstərər? Təsəvvür edin, mən il boyu əziyyət çəkirəm, taxıl istehsal eləyirəm, dövlət gəlir mənim taxılımı alır əlimdən. Mən fikirləşirdim ki, bunu bəlkə çıxardıb sataram bazarda, 3-5 balama ət də almalıyam da. Bu evdəki uşaq düyü də yeməlidir, ət də yeməlidir də. Düzdür, öyle alırlar. Taxılla nə vaxta kimi? Taxılla adam olar, biz düzəyik, toyuq düzəyik biz, əlimizdən alırlar. Verdikləri pula da ancaq nə düşür? Şirin quş. Şirin quş da uşağın başını anlatır, qocanın başını anlatmaq olmayacaq. Neyse, cəmaat da axırda... Qocanın başını anlatmaq olar ya. Şirin quşla. Şirin olur ağa. Sağ söz gelir. 21-ci ildə axırda bunlar görürlər ki, heç bir qəza maraq göstərmir taxıl istehsal eləməyə. O nəticəsində deyir ki, yaxşı, hərbi kommunizm siyasətini dayandırır. Ondan sonra isə 1921-25-ci illərdə yeni iqtisadi siyasət adlanan, qısası YIS-dir, YIS adlanan iqtisadi bölməyə keçid edirlər. Bu YIS-də ilk tədbir nə olur? Bax, 21-ci ilin may ayında 2 dənə qərar var. Birincisi olur ki, bayaq dedim, taxıl ticarəti dövlət inhisarına alınır. Yəni, ancaq dövlətin tabeliyində olur. İndi isə taxıl ticarətini dövlət inhisarına alınmasını qadağan edən qanun qəbul olunur. Bir cümlənin axırına başqa söz qoyub dəyişirlər. Bu nə vaxt oldu? 21-ci ildə. Və taxıl ticarəti artıq dövlətin inhisarından çıxır. Eyni zamanda 21-ci ilin mayında ərzaq sapalağı adlandırdığımız bayaqki vergi çanaq rüsumu ilə əvəz olunur. Bu da Nərimanovun fəaliyyətinin nəticəsidir deyilənə görə. Çanaq rüsumu nədir? Deyir, əvvəllər məsəl üçün səndən bütün artıq qalan məhsulunu məcburi surətdə alırdılar. Amma çanaq rüsumuna görə deyir ki, 8 kilo könüllü verməliydin 8 kilo. Qalanın rezini sata bilərdin. İndi bunun nəticəsində biraz cəmaatın səsi özünə gəlirlər, yerinə gəlir, yavaş-yavaş əhməyə başlayırlar. Cəmaat yavaş-yavaş ət yeməyə başlayır. Taxıl satılır, ət yeməyə başlayan sonra başlarına qan işləyir. Ondan sonra isə 22-ci ilin aprelində ərzaq vergisi tətbiq olunur çanaq rüsumunun əvəzinə və bununla da yisə keçid başa çatır.
İsə birinci addım oldu ərzaq sapalağının çanaq rüsumu ilə əvəz olması, ikinci addım oldu yaxud kesit başa çatdı ərzaq vergisinin tətbiq olunması ilə. Gisin dövrü dostlar, orada sizə bölmə verilibdir. Birinci neft haqqında danışır ki, yenə də onsuz da Azərbaycanın əsas sahəsi nə olur? Neft. Neft sənayesində deyir ki, yeni neft quyuları qazdırılır, Bakı buxtası deyilən yer vardır, o qurudulur. Uşaqlar bunu əzbərləyir. Bakı buxtasının qurudulmasını əzbərləyir, amma heç kim dərk eləmir onu. Bakı buxtası nədir? Təsəvvür edin, belə bir ərazi var. Bu ərazidə bilirlər neft var. Amma bunlar indiyə kimi dənizdə neft çıxartmayıblar. Bunlar nə edir? Həmin əraziyə gələn suyun qarşısını kəsir, oranı qurudur, torpağa çöndərir. Sonra başlar orada neft çıxartmağa. Sonra eyni zamanda neft quyularının elektrikləşdirilməsi və mexanikləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilir. Bu yeni iqtisadi siyasətin neft sənayesində olanlar yeniliklər onlar. Bilirəm ki, hamısını dedim. İndi gəl ticarət sahəsindən biraz danışaq. Baxın, ticarətdə bir dənə qızıl cümlə var. Dövlət yalnız xarici ticarətə nəzarəti özünə götürür. Qalan sahələrdə ticarət azadlığı verir. Məsəl üçün, köhnə şərtdə daha genişdir, təzədə azaldıblar. Ticarəti inkişaf elətdirmək məqsədi ilə kredit şirkətləri zad yaradır ki, cəmaət qoy getsin, pul alsın, pul versin, dövlətlə belə münasibətlər zadlar. Sonra kənd təsərrüfatında da yenilik olur. Həm istər məhsul istehsalına görə cəmaət maraqlıdırlar da artıq satış üçün. Məhsul istehsal eləyirlər, ondan sonra malqaranın sizdən yaxşı olmasının sayı artır, keçirlər məsəl üçün, məşğuliyyətləri artır. Kənd təsərrüfatı yaxşıca inkişaf edir. Bir də orada 3 dənə yer adı vardır. 3 dənə yer adı nədir? Bir çubuğumuzu götürürük. Bir yer adı odur ki, Bakıda, bir də Tovuzda, Tovuzda nə? Burada. Bakıda və Tovuzda sement zavodu fəaliyyətə başlayır. Bir də Gədəbəydə olan mis zavodu fəaliyyətin bərpa elətdirir. Bəli, bu yeni iqtisadi siyasətin verilmiş yenilikləridir. Nəysə, bu 25-ci ilə qədər cəmaət biraz yeyib, içir, deyib, gülür. Amma sonra Stalin deyir ki, yox, bu nəsəsin ümumiyyətlə bazar iqtisadiyyatı inkişaf edir, vəziyyət yaxşılaşır, 50 dənə sonra. Stalin deyir ki, yox, bazar iqtisadiyyatının yaxşılaşdırması dövlətin nəzərdə tutulmuş sosializm siyasətinə qarşı çıxdığı hesab olunur. Və bunun nəticəsində 25-ci ildən etibarən yeni iqtisadi siyasət fəaliyyətini dayandırır. Sonra isə keçirik nə? Sənayələşdirməyə. O da 3 hissədən ibarətdir. Sənayələşdirmənin hissələrini isə gələn dərsimizdə söhbət eləyəcəyik sizdən. Yeni iqtisadi siyasət asandır və rahatdır. Sizin üçün amma onun bilən heç bir fərqi yoxdur. Nəysə, qoy uşaqlar tanımırsınız. Əziz dostlar, əziz abituriyentlər. Bu videonun haqqında isə nəyi bildirmək istəyirəm? Bayaqçı videoda heç bunu deməmişəm, yadımdan çıxır. Yox, ya da elə eləyim ki, bu hissəni kəsim, ona da birləşdim, buna da birləşdim. Məntiqlidir. Əziz dostlar, videomuzun sonunda isə sizə bir məsələ barədə məlumat vermək istəyirəm. Əslində, bununla bağlı ayrıca bir dənə video çəkib paylaşacağım. Amma dedim, qoy videonun axırına gəlmisənsə, səni belə bir mükafatlandırım ki, mart ayının 16-sından etibarən hər dəfə belə deyəndə də bu şəhərdənin şeyi var. Martın 1-i, 2-si, o yadıma düşür. Mart ayının 16-sından etibarən Gəncədə, Bakıda yaşayan bütün vətəndaşlarımız üçün surət qrupu adlandırdığımız yalancı, heç bir işə yaramayan, sadəcə insanların cibini eşməyə nəzərdə tutduğumuz onlayn dərslərimiz başlayır. Surət qrupunda nə qayıracaq? Heç nə. O birisi uşaqlara nə keçirdimsə onu keçəcəm. Sadəcə biz müəllimlər başlamışıq biznesə. Biznesin bu dəfəki adı olub surət qrupu. Adını güya surət qoymuşam. Dərsi 305 verəcəm. Siz oxumayasınız. Mən də dərsləri verəcəm. Adı olsun ki, 2 ay müddətində Asəf müəllim proqramı qurtardı. Və bununla da mən sabah bürsünü öyünəcəm. Sizin içərinizdə 10-15 nəfər uşaqdan 2 nəfər yaxşı nəticə göstərəcək və mən onu paylaşacağam. Qalan 12 nəfər isə heç kimdən xəbər olmayacaq. Onlar itkin kimi hesablanacaq. Amma mən o 2 nəfərin nəticəsi hesabına bir il paylaşım eləyəcəm və hər yerdə deyəcəklər ki, Asəf müəllim uşaqları 25 plus nəticə yığıbdır. Yəni, mart ayından etibarən zəhmət olmasa qoşulun qruplara, mən də qazanmaq istəyirəm, mən kimin müəllimindən əksiyəm, istəyirəm mənim də evim olsun, bahalı maşınım olsun, müraciət eləyin zəhmət olmasa. Mənim açıq danışım, biraz olsun. Uşaqlar, təhsil önəmlidir. İndi isə keçsə ciddiyyədir. Dostlar, martın 16-sından etibarən sürət qruplarımız fəaliyyətə başlayır. Sürət qrupunda Astelekomun surəti. Bəli, optikdir. Sürət qrupumuzda sizi nə gözləyir? Ümumiyyətlə, həftədə 3 dəfə dərslər keçiriləcək.
Hər günün öz dərsi var. O barədə ətraflı məlumat veriləcək. Sürət qrupu dərslərində siz xəritə ilə tanış olasınız. Tanış olasınızsa mən öyrədəcəm də sizi. Həftədə bir dəfə yaxud bəlkə 3 dəfə indi baxır vəziyyətə sınaq işləyəsiniz. Sürət qrupunun sizə verdiyi üstünlük budur. Amma bu dəfə vəziyyət fərqlidir. Alabaşına, külbaşına qəbul olmayacaq. Sürət qrupuna bu dəfə mən özüm eləyib seçib götürəcəm. Yəni sizin içərinizdən oxuyan uşaq, bazalı uşaq varsa götürəcəm. Fikirləşirəm ki, mən sürət qrupu 2-4-6-cı gündən axşam saat 10-dan 12-nin yarısına olacaq. Adını qoyuram 12-nin yarısı, çəkir saat 12-yə kimi. Fikirləşirəm ki, saat 12-yə kimi sənəd öyrənəmsə, heç olmasa qoy oxuyan uşaq üçün sənəd öyrəm də. İndi oxumayan uşaqların da pulu var. Adı sürət qrupunda keçsinlər deyə gəlib yazılırlar, pulu ödəyirlər, girib yalandan orada ağızlarını arıq dururlar. Ondansa mən heç olmasa o pulu bundan da alam, ondan da alam. Düz deyil. Oxuyan uşaq üçün əziyyət çəkərəm. Bilərəm ki, heç olmasa dediyim göyə güllə atmaq deyil də. Düz demirəm dostlar. Haqlı deyiləm sizdə. Sürət qrupuna qoşularaq nəticənizi artıra bilərsiniz. Məsuliyyətsinizsə, sizi mən seçəcəm, siz məni seçmirsiniz. Bu dəfə məqam fərqlidir. Mən sizi seçəcəm. Nəyə? Bəli, 100%. Ekranı açın, üzünüzü görün. Nizat sözüm var. Şəhər müəllimdən sağ olun. Nizatın da sözü olmadığı üçün artıq dərs sahımızı bitirə bilərik. Növbəti dərs sahımızda sizi qarşılamaq ümidi ilə. Gözünüzə yaxşı baxın. Heç nə. Sağ olun.